Salam, hər vaxtınız xeyir. Həzaslanov qəsəbəsində 18 mənzilli mülkümüzün yer üzündən silinməsinin 3-cü ayına girdik. Güc strukturları 3 addım yol almayıblar. Baş prokurorluqla hələ ki SMS-ləşir, məktublaşırıq. Söküləndən sonra həmin ərazidə tikiləcək binadan sakinlərə mənzillərin veriləcəyinə dair açıqlamalar, müzakirələrin söküntüdən əvvəl getdiyi, rayonun rəhbər qurumlarında varlığımızdan xəbərdar olduqları, məhkəmə qərarı və razılığımız olmadığını bilərək cinayətə qol qoyduqlarını sübut edir. İddiaya görə oradan qurun suyu çıxırmış. Evi inşa edən mühəndis Muğam Məmmədov deyir, tamahları güc gəlib uydururlar. Quruntuları bünövrədən 6-7 metr dərindədir. Evin qalıqları da lehimizə şahidlik edir. Bu zirzəmi divarlarıdır. Öncə onların aşılanması gərəkmirdimi? Bünövrə zəifləmiş olsaydı, indi divarlarda çatlar yaranardı. Yaxşı, su çıxan ərazidə göydələnlər tikməyi necə planlayırsınız? Və sizdə bu inam hardandır ki, villanın əvəzinə hündür mərtəbədən mənzillə razılaşacaq? Atdan düşüb eşeğə minmək yoxdur. Parikinin hörüyündən yapışıb özünü və atını bataqlıqdan çıxaran Baron Münhausenin əhvalatları sizinkindən daha inandırıcıdır. Artıq səbrim tükəndi. Əfsanə uydurmağı kəsin, məni dinləyin. Hələ dekabrın sonlarında Saday Əhmədovun qızı deyib ki, sitat, müəllimə çatdır Leyla xanım o binanı satdı başqasına. Xanımlarla görüşəcəm, deyəcəm villanı 150 minə satmışam. Ödədiyiniz pulu verirəm. Потому что мне невыгодно им отдавать эти mənzili. Çünki onlara bu mənzilləri vermək mənə sərfəli deyil. Papa evin kvadrat metrini 600 manatdan vermişdi. Mən topdan 900 min manata satdım. Zачем я буду терять? Nə üçün itirməliyəm? Adam evi alıb, özünə qaz, işıq çəkib, kvadrat metrini 1200-1300 manata satacaq. Yəni, qaz vurub qazan dolduracaq. Göründüyü kimi, mülkümüzlə aşkar spekulyasiya edirlər. Tapşırır Elman müəllimə de, hələlik hasar qoymasın. Bu, işimə xələl gətirər. Cəmaatı oyandırmayaq ki, əlimdə pul var. Hay-haray salarlar. Həmsöhbəti soruşur, Elməddin müəllimlə neynədiniz? Elməddin mülkümüz və yerləşdiyi torpağın alıcısıdır. Cavabından güya anlaşma pozulub. Sitat. Öz müəllimimlə görüşəcəm. Ora onun deyə, ortada mənim bir polkovnik dostum var, bizi tanış edən. O da MVD-nin izvinimenya Asoboy addelinin adamıdır. Ya s takimi людьми играть не буду. Belə adamlarla oyun oynamaram. Deyir ki, 500 min beh verirəm sənə, baxa, heç kimə heç nə satmırsan. Dedim, satmıram, narahat olma, sənə verəcəm. 2 müştərisi varmış, 8 milyon təklif ediblər, o isə artıq beh götürdüyünü bildirib. Yeni ildən qiyməti dəyişib, ən son 12 milyon istəyirdi. Yanvarda müəllimi ilə danışıqlar masasına oturacaqmış. Deyir, torpağın üstündə davadır. Müsahibi məlumat verir ki, onlar yeni ildən gəlib 100 min verirlər, təmirə başlayırsınız. Öz briqadası təmir edəcək, özü də padklüç. Sizə ucuz edəcəklər. Qadın da etiraz eləmir. Deyir, buranı icarəyə vermək üçün işimi görüm, normal kirayə haqqı gəlsin. Dedim, hazır binadır da, verim getsin. Söhbətdə təkcə bir ay içində atabala 3 anlaşmanı pozduqları məlum olur. Az vaxtda Elman da 4-cü oldu. Adamın verdiyi pulu içəri şəhərdə təzə aldığı evin təmirinə xərclədiyini deyir, indi torpağı geri tələb edir. Məlumatıma görə son alıcı ilə də ortaq məxrəcə gələ bilmirlər. Bu söhbət dekabrın sonlarında olub. Binanın qəzalı vəziyyətindən, söküntüsündən danışıq getmir. Əksinə, mülkü satdığını deyib. Alıcı yüksək çinli oliqarx məmurdur. Qəzalı binaya o qədər pul sayıbsa, ya tam bir idiotdur, ya da pullarını qoymağa yer tapmır. Digər binanı təmir etdirib icarə və ya kiraya verəcəyini deyir. Bu onların A planı idi və plana söküntü daxil olmayıb. Su basma, divarların aşılanması, yararsızlığı iddiası tamakar məmurların uydurmasıdır. Onun dilindən buna dair kəlmə də çıxmır. Əmlak sahibləri 2 devalvasiya, üzən məzənnə, 12 illik inflyasiya, mənzil bazarında kəskin qiymət artımından dolayı razılaşmayıb. O da B planını işə salıb. Alternativ ev kompensasiya vermədən, məhkəmənin müvafiq qərarı olmadan özü hökm çıxarıb. Binaları dağıdaraq torpaq kimi satıb. Biz zərər çəkənlər hüquqi yolla getdik, qəbullara düşdük, səyyar görüşlərdə olduq, məktublar, teleqramlar, sorğular göndərdik, zənglər vurduq. Şikayətlərimizin bir qurumdan digərlərinə ötürülməsindən başım gicəlləndi. Güc strukturlarının indiyədək susması təsdiqləyir ki, sifarişçi üst səviyyədə məmurdur. Cinayət işi qaldırmağa gücləri çatmır. Bu, əməlli başlı mütəşəkkil fəaliyyətdir və qanunsuz dağıntının da başında qadının dayandığı aşkardır. Söylədikləri sübut edir ki, təkcə özü, atası və əlamandan ibarət deyillər. Onlarla əlbir bir xeyli də məmur var. MVD polkovniki, alıcı olan yüksək çinli müəllimi, administrasiyadakı himayədarı, dağıntını istəyən rayon icra başçısı, saxta rəy verən Fövqəladə Hallar naziri, icraçı rayon polis rəisi, cinayəti ört-basdır edən rayon prokuroru. Ən az 10 nəfər. Üstəgəl, barbarca dağıntıda sakinlərdən çox olan 3 maşın polis və təbii ki, buldozerçi. Bəli, düz eşitdiniz. Alatavada buldozerçini tutdular. Bizim evi xarabaya çevirənin ondan nəyi əskikdir? Gecə saatlarında o şaxtada insanların küçələrdə fəryadını görmürdümü? Hər kəs əməlinə görə cavab verməlidir. Faktları saxtalaşdıran məmurlar.
İndi sizi evi başına yıxılmış evsiz Hicran Həmidova, Mehman Əsədov, Tangiz Adışirinova, Umküz Sadıqova, Səfaya Əsədova, Rəisə Sadıqova, Səməndər Tağıyevin qəzəbindən kim qurtaracaq?